həm kino, həm də ifaçılıq sənətində böyük iz buraxan əməkdar artist, müğənni aktrisa Ruhəngiz Musəvi. Ruhəngiz Musəvi elə ifaçılardandır ki, onun səsini heç bir müğənni ilə səhv salmaq mümkün deyil. Bu fərqli səsi hər dinləyəndə Azərbaycan milli estrada musiqisi yada düşür. O daim zövqlü mahnılar oxudu. Aldığı böyük məktəbə heç vaxt xəyanət etmədi. Həm ifası ilə sevdirdi özünü, həm də hər kəsi valeh edən gözəlliyi ilə. İllər ötsə də əməkdar artist gözəlliyini, təravətini əsla itirmədi. Hətta zaman-zaman bizi təəccübləndirdi də, əldə etdiyi uğurlarla kifayətlənmədi. Daim irəli baxıb üzərində çalışdı. Məşhurluq onun başını gicəlləndirmədi. Nə qədər sevildisə, o qədər də sadə oldu. Tamaşaçılarına daim qucaq açdı. Onlar da Ruhəngiz Musəvinin bu sevgisinə biganə qalmadılar. Ən sevimli nəğmələrin mahir ifaçısı Ruhəngiz Musəvi oxuduğu duetləri ilə də diqqət çəkməyi bacardı. Onun mərhum sənətkar Məmməd Bağır Bağırzadə ilə olan bu canlı ifası hələ də tamaşaçılar tərəfindən dinlənilməkdədir. Bu duet aktuallığını bugün də itirməyib. Tofiq Quliyev, Oktay Kazimi, Eldar Mansurov, Cavanşir Quliyev, Nailə Mirməmmədli kimi bir çox nəhəng bəstəkarlarla çalışdı. Hər ifası ilə təkrarsız yol açdı özündən sonraki nəslə. Ruhəngiz Musəvinin yaradıcılığını sadalamaqla bitirmək mümkün deyil. Azərbaycan milli kinosu olan Baladadaşın ilk məhəbbəti filmində Ruhəngiz Musəvinin yaratdığı obraz isə tamaşaçıların qəlbində əbədi iz qoydu. İllər ötsə də, filmə hər baxanda ötən illərin xatirələri yenidən gözümüzün önündə canlanır. Ruhəngiz Musəvi bugün də səsi və səhnə mədəniyyəti ilə Ruhəngiz xanım, qoy üzünüzdəki o təbəssüm, o saflıq sizi əsla tərk etməsin. Qəlbi səhnə içində döyünən sənətkar. Yaşayın, yaradın. Sadiq tamaşaçıların bu alqışı, bu sevgisi sizin haqqınızdır.